Allah sizi qorusun, Çox Hacı. sağ ol. Deməli, Akif Əşrəfov. Salam, mən namaz qılıram, oruç tuturam, Quran oxuyuram. Maddi vəziyyət də şükür yaxşıdır. Amma ürəyim sıxılır. Mən nə edim? Ürəyin sıxılmasının müəyyən bir səbəbləri ola bilər olsun ki, insan niyə ürəyi sıxılır? Müəyyən amillər var. Yəni onu tapmaq lazım. Kökü nədir? Nə olub? Nə baş verib? Bəzi vaxtlar kökü ruhumuz kiçikdir. Hər xırda detal bizi narahat edir. Bunun üçün biz nə etməliyik? Ruhumuzu böyütməliyik. Ruhun böyütməyin yolu nədir? Rəcəblə, Şaban ilə ruhun böyüməsi üçün mükəmməl bir dənə günlərdir. İbadəti, orucu, zikri, ruh get-gedə ələm nəşrəhləki sadrak olur. Böyüməyə başlayır. Çünki hədislərdə qəlbi bənzədiblər nəyə? Qaba bənzədiblər. Viya kəlməsi gəlib. Kulli viya'in yetəzəyyəq. Bütün qabların bir dənə xüsusiyyəti var ki, orada suyu töksən daha daralır da, həcmi da ondan artıq tökə bilmər. Amma yeganə deyil qəlbdir ki, elə bir qabdır ki, nə qədər rəhmət gəlsə böyüyər. Böyüt qəlbivi. Rəcəblə Şaban ayı böyütmək üçündür. Amma bir dənə də bir söz deyim sizə. Vay o gündən ki, insan o qabı yağış yağmaq üçün hərə bir dənə qab qoyur, yağış yağır, o qabın tutumu qədər. Tutaq ki, bu stəkan da nəzər alın. Qəlbimiz bu qədərsə bu qədər də olacaq. Düzdür? Qəlbimiz biraz böyük olsa nə olacaq? Daha böyük qəbul, feyzi qəbul. Ramazan ayında yağış, leysan yağış yağacaq. Qəlbimizi böyütməliyik. Allah Quranda deyir, nuqallib əfidətəhum. Bəzilərini bir həddə enərlər, tənəzzül eləyərlər ki, qəlblərini çevirərəm. Təzəvvürün ki, stəkanı belə çevirdik. Nə baş verdi? Yağış tökülsə də dolmayacaq. Nuqallib, çevirərik. Niyə nuqallib? Çünki düz yolda getmədi. İlahi yoldan keçdi. Deməli, biz qəlbimizi böyütməliyik. Rab bizi nə elmən? Qəlbimizi böyüt, ya Rəbbəl aləmin. Vücudumuzu böyüt Allahım. Rəcəb ayı və Şaban ayı bunun üçün böyük bir fürsətdir. Ruh ki, böyüməyə başladı. Ruh ki, oldu ələm nəşrah ləkə sadrak. Orada da okean qədəri olsan, ora atılan daşlar neyniyər ki? Çıngıllar neyniyər ki? Udar hamısı o daşları, o okean. Amma biraz balaca bir fikir versə, bir çalı olsa, bir daş atan kimi silkələnir. Bəzi sözlər nə olur? Bizi yorur. Niyə ruhumuz balacadır? Ona görə sıxılırıq. Bu bir amildir. Bəli. Amillərdən biri günahlarımız ola bilər. Günahın bir dənə xüsusiyyəti var, ruhda sıxıntı yaradar biləsiniz. Üçüncü məsələ. Təvəkkül problemimiz olsa, o insan ki daha, məsələn, dünyasını dəyişsə, başlayır sıxılmağa. Necə? İzah verirəm sizə. Bir adam bir dünyasını dəyişir, dostu tanışır, adam qəmlənər də, dostumu itirdim. Bir də var sənin ümidin, gümanın o idi. Sən gücü, qüdrəti ondan bilmirsən. O da yoxdur. O da küsüb səndən, o da səndən ayrılıb. O da məsələn dünyasını, sən sıxılırsan. Həyat sönəcəksən. Bəli. İnsan gələk qüdrəti Allahdan bilsin, gücü Allahdan bilsin. Əhvanəl buyut ləbeytul ənkəbud. Allahdan başqa bütün qüdrətlər hörümçək evinə bənzəyər. Hörümçək evi düzü nizamlıdır, qəşəngdir, həndəsə hesablamalarla da. Üfürsən nə olar? Darmadağın olar. Amma Allah deyir, liyutfiyu nurallah, istəyirlər üfürməklə Allahın nurunu söndürsünlər, günəşi üfürməklə söndürmək olar. Təsəvvürlə böyük bir dənə tonqal yanır, onu üfürməklə söndürə bilərsən, özün yanarsan. Əsla. Özün yanarsan, özün aradan gedərsən. Bəzi vaxtlar sıxıntının səbəblərindən biri, o qədər insan başqa dostlarının gücünə, filan kəs məsələn, filan vəzifədə də ona o qədər inanır. Yəni, daha Allahı unudub, o bəni xilas edir. Fikir verdiniz. Onu da itirəndə sıxılma gəldi, sıxıntı gəldi. Amma yox, qüdrət kimdir? Allahdır. Əla kulli şeyin qədir kimdir? Allahdır. Güclü qüvvətli kimdir? Allahdır. Və mə əntumul fuqara ilallah fəhvəl qəniyyul həmid. Hamvuz, fəqirsiz, zəifsiz. Qəni kimdir? Ehtiyatsız kimdir? Allahdır. Bu tez zehniyyət adam həmişə möhkəm dayaq üstədir. Dağ kimidir. Çünki Rəbbəsi. Və mə indəkum yənfəd və mə indəllahi baq. Allah deyir, Quranda deyir, nə ki siz baxırsınız, görürsünüz, onlar aradan geyəcək ya, fanidir. Baqi mənəm. Baqiyə bağlan, baqiyə. Fanini qoy kənara. Demirəm, insanlara qarşı etinasız ol, etinasız. Demirəm, kimsə sənə yaxşılıq etsə, onu təşəkkür edirəm. Əsla bunu demirəm, mən belə təbliğ eləmişəm məgər? Yox. Amma lütf Allahdandır, güc ondandır, qüdrət ondandır. Bir sıxıntımız da bu ola bilər olsun ki, niyə sıxılırıq? Bu üç,
Bir dənə də bir ali sıxıntı var. İmam Zaman əleyhissalam narahat olsa deyirlər, iman əhli narahat olur. Onun qəlbi sıxılanda deyir, o sıxıntıdan gələr bir damla bizə düşər. Çünki qəlbdəki sinxiyyət var. Möminlərin xüsusiyyətləri ilə. Qəlbdəki bir sıxıntı var. O cürünə yaranır. Allah özü kömək olsun. Amin. Aygün Əzimova yazır. Salam Ramil bəy, anam sizdən soruşmağımı istədi. Quranın 8-ci cüzvündə niyə Bismillah yoxdur? Zəhmət olmasa cavablayardınız. Tövbə surəsini deyir yəqin ki. Bağışlayın. Mən ilahi rəhmət verilsin dedim bunu. Yoxdur, qoyur edeyim. Şənbə günü. Bəzi alimlərin fikrinə əsasən özündən öncəki surənin davamıdır. Bəzi alimlərin fikrinə bəraət var orada. Orada biraz qəzəb, Allahın qəzəb sifətləri daha çox ön plana çıxıb. Ona görə Allah sanki qəhharlığı daha çox önə çıxıb. Bəziləri də bir alim də deyirdi, məsələn, mütləq də olmalıdır Bismillah ki, niyə? Yəni, niyə biz bu qənaətdəyik ki? Allah 113 surədə deyib, bu surədə deməyib, özü bilər, məsələn. Bu cürünə yanaşan alimlər də olub, məsələn, təfsir alimləri. 3 dənə də bir cavab dedim də. Bəli. Ağdaşlı yazır, salam, mən namaz qılıram, ancaq bir həftə olar tam qıla bilmirəm, pis yola gedirəm, mən nə edə bilərəm, xahiş edirəm, cavab yazın. Yəni, namazı saxlayıb, bir həftə olar. Səbəblərini araşdırsın, nə məsələdir, nə olub, nə Amma baş verir. Amma ardıca deyir, pis yola gedirəm, mən nə edə bilərəm. Baxın, yəqin ki, elə o etdiyi günahla bağlıdır da, namazdan uzaqlaşmaq. Deməli, belə qeyd edeyim ki, bir yaxşı imanlı insanlar varsa ətrafında, biraz onların otursun, həm söhbət olsun. Mən burada nəsə deyim sənə, mənim qardaşım, Allah sizi var eləsin, Allah sizi kömək olsun. Amma bir imanlı insanlar axtarın ətrafınızda, bir 5-10 dəqiqə oturun ondan, 1 saat oturun ondan. O sizə kömək eləsin. Əlhəmdülillah, sənada ki, hər yerdə bir iman əhli var, Allah dostları var, ruhanilər var, elm tələbələri var. Bir oturun onlarla dərdləşin, o sizə kömək eləsin. Onların ruhunun sizə təsiri olacaq. Ona bir dərdini desin ki, mən bilmirəm nə baş verir, başa. O sizə kömək eləsin, yol göstərsin inşallah. Zöhrab Əliyev yazır, selamun aleykum. Qardaşlar, gənclərə nə tövsiyə edərdiniz evliliyi haqqında? Yəni, nə deyək, evlənin deyək, o istəyir. Allah, gənclərə deyərdim ki, evlənmək gözəldir, yaxşı bir neymətdir, aramlıqdır, ruhi aramlıqdır. Allahın sevdiyi bəndələr adətən hədislərə bax, söz deyir, ailə quran insanları daha çox, demirəm, ailə qurmayanları sevmir. Məsələn, deyir, subayın ibadəti ilə evlinin ibadətində fərq qoyur Allah, deyir, 11-ci ibadət daha çox üstündür və s. Onda səbəbləri var da, imanlı insanlarla ailə qurun, yəni o kəslər ki, sizi başa düşürlər, belə deyək, bir xanımda bir neçə xüsusiyyət var ki, o olsa, demək olar ki, ailə qurmağa deyər, qənaətçildir, itaət ruhiyyəsi var, yəni xanım var, məsələn, onun üçün hər şeydən öndə prioritet onun üçün karyerasıdır, o ailəni dağıdar sabah, deyər, mənim üçün əsas bu karyeradır, bunlara baxmaq lazımdır, onun üçün prioritet mövzuları ümumiyyətlə nələrdir və yaxud, məsələn, belə deyək də... Deyincən deyil. Bu kişiyə də aiddir, deyincənlik, bəzi kişilər, bəzi qadınlara vurur keçir bəzi vaxtlar, o da siz deyən kimi deyincən deyil. Deyincən deyil. Yəni, bir-birlərini başa düşürlər ən azından. Yəni, anlayışlıdırlar. Hirslənсələr də belə bir-birlərini sonra bir yerə ortaq məxrəcə gələ bilirlər. Kinli deyil. Adam var, görsən, o illərin kinini saxlayan insanlar var həyatda. Belə də, mən ailə haqqında inşallah bir kitab nəsib olsun, yəni ki, yekunlaşıb çıxmalıdır. Yəni, mən qutarmışam, redaktə olunur. Çox gözəl, çox yaxşı. İnşallah. Axşamınız xeyir olsun. Hacı, mən rəhmətə gedən daimi tez-tez yuxuda görürəm. Hər dəfə Yasin oxuyuram, amma bu məni narahat edir ki, bəlkə o mənə nəsə demək istəyir. Nərgiz xanım yazır. Bilmirəm, yəni baxsın, bir onun borcu varsa ki, məsələn, haqqunnas qalıbsa, onu haqqunnas əda eləsinlər. Qəza namazları olar. Qəza namazları varsa, qəza namazları qılınsın. Qəza orucları varsa, qəza orucları tutulsun. Salavat çox göndərin. Salavatın mühüm təsiri var. Yasin surəsində oxuyurlar, nə gözəl, onda təsiri var. Bu qədər. Deməli, Aqil Həsən yazır, salam. İnsan harda, nə zaman və nə üçün qəzəblənə bilər?
Qəzəblənməyin yerləri var da, yəni belə deyək. Baxmaq lazımdır ki, hansı situasiyada gedir söhbət. Məsələn, evdə görürsən, məsələn, uşaq, misal mən bir yerdən söhbət edeyim də. Məsələn, evdə görürsən uşaq, hələ hey xoş ona sima göstərirsən, o da üstünə qoyur. Yəni bu elə biraz mehribançılıq versən daha da üstünə gəlir. Orada ona lazım olsa bir obje simavı da göstərmək lazımdır, açıqlanmaq da lazımdır, qışqırmaq da lazımdır. Yeri çatanda da, yəni qəzəblənirəm, məni qəzəbləndirən nədir? Bəzi vaxtlar mənim acığım gəlir filan kəsdən, ona görə qəzəblənirəm. Bizə münasibətlərdən söhbət gedir. Düzü deyil. Bəzi vaxtlar isə yox, mən acığım gəlir deyənə qəzəblənməmişəm. Amma insan görürsən, bir dəfə də acığı yanında qəşəng ayələr də moizə də eləyir də. Birinci bunu özünə moizə eləyən lazımdır. Ya, Allah xatir danışmır, öz qəzəbindən danışır. Doğrudan da mənim o qəzəbimə istiqamət verən rəhmətimdir, yoxsa nifrətimdir? Bunu bir təhlil eləmək lazımdır. Hə, yeri çatanda dedim də, məsələn, bir yerini dedim sizə ki, orada qəzəblənmək lazımdır ki, qarşı tərəfin eləsin, öz yerini bilsin, ya məsələn, başqa münasibətlərin qarşı tərəf öz həddini bilsin ki, sən məsələn, şəxsiyyəti sındırmasın, şəxsiyyət hörmətindən salmasın. Lazım olan yerlərdə qəzəblənmək olar. Hacı, mənim günahım çoxdur. Mən namaz qılmaq istəyirəm, amma utanıram etdiyim əməllərə görə. Nişanə Nəsrullayeva yazır. Hələ ona görə də çox namaz qılın da. Namaz elə insanlıq Allahın huzurunda dayanmasıdır. Allaha deməsidir, ya Rəbbəl aləm məni əff elə, bağışla, bilməmişəm, səhv eləmişəm. O görsən, bəzi vaxtlar olar, insan evladlar görürsən, istəndirir atanı, bir dəfə gəlirsə o bağışla deyir, sonra yenə gedir ikinci dəfə istəndirir üçün, sonra gəlmək istəmir, deyir, daha onsuz da atamdan nə üzr istəyim. Bu proses daha da dərinləşir bəzi vaxtlar. Daha da məsələn pis yollara gedir, qədəm qoyur. Bu yaxşı hal deyil. Hər halda biz dönüş eləməliyik Rəbbimizə tərəf. Ən gözəl dönüş də namazdır. Namazda Allah səni gözləyir. Namazda sənə Allah sanki yoluvu gözləyir. Gəl deyir mənə tərəf. Məsələn, o deyir, tövbə eləyənlərə Quranda ayə var, Allahın salamı var. Ya məsələn, salamun qovlən min Rabbir Rahim. Bəzilərinin Allahın salamı var. Allahın özünün xas salamı tövbə edənlərdədir, tövbə edənlərədir. Namaz da ən gözəl tövbədir də. Namazla gəlsin, elə Allahdan bağışlamaq diləsin.